Qızıl alanların nəzərinə saxta zinət əşyaları ilə bağlı bir xəbərdarlıq və xəbər diqqətinizə çatdıracağıq. Bugün 15 oktyabr tarixidir. Belə ki, qiymət artımından sonra qızıl bazarında keyfiyyətsiz və saxta zinət əşyalarının dövriyyəsi çoxalıb. Ucuz qiymətə qızıl satanlar endirim adı ilə saxta qızılı reklam edirlər. Sual yaranır ki, artımı dünya birjasından asılı olan zinət əşyası necə daha ucuz təklif edilə bilər? Bununla bağlı Zərgərlər Assosiasiyasının sədri Toğrul Abbasquliyev açıqlama verib ki, qiymət artımı alıcını ucuz variantlara yönəldir, lakin istehlakçı əslində aldadılmış olur. Onun fikrincə, zərgərlik bazarının təxminən 80%-i toy nişan üzərində qurulub. Bu qərar da alıcıların yüksək məbləğdə zinət əşyasını alıb, bir gün sonra geri qaytarma hallarına qarşısını almaq məqsədi daşıyır. Qurumun rəsmisi həmçinin bildirir ki, bu yalnız vətəndaşın çek və ya qəbz tələb elədiyi halda mümkündür. Lakin təəssüflər olsun ki, çox zaman alıcıya zinət əşyasının sertifikatı və ya ödəniş qəbzi təqdim olunmamış olur. Mütəxəssis qeyd edib ki, qısa zamanda antihisar və istehlak bazarında nəzarət Dövlət Agentliyinin nəzdində məhz qeyd olunan hallarla bağlı prosesi icra eləyəcək bir qurum yaradılacaq ki, bununla da saxta qızıl satışının qarşısının alınacağı da gözlənilir.